Sağlam bədən ac qaldığı gün özünü pis hiss etdiyi kimi, sağlam qəlb də bir gün Quran oxumaqdan, Allah Əzə və Cəlləni çox zikr etməkdən, sədəqə verməkdən məhrum qaldıqda özünü çox narahat hiss edir. O Quranın həsrətini çəkər, namazın həsrətini çəkər, Ramazan ayının həsrətini çəkər, həccin həsrətini çəkər. İslamın qabağa getməsi üçün çalışar, düşünər, ümmətin dul qadınları, yetimləri üçün nə edə bilərik deyə düşünər. Allah Əzə və Cəllədən başqa şeylər zikr olunduqda o qəlb daralar, sıxılar. Ölü qəlbə gəldikdə isə bu qəlb ölü və ya xəstə qəlb kimidir. Səlim qəlbin ziddidir. Ölü bədən heç bir şey hiss etmədiyi kimi ölü qəlb də Allah Əzə və Cəllənin zikrindən heç bir ləzzət hiss etməz. Çünki o qəlb artıq Allahdan uzaqdır. Xəstə bədən sadəcə həyatda qalmaq üçün istəksizcə yemək yediyi kimi, ölü və ya xəstə qəlb də sadəcə kafir olmamaq üçün istəksizcə namaz qılar, oruç tutar, sədəqə verər. Onun üçün bir ibadətə başlamaq fəlakətə çevrilər. Halbuki Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurur ki, sizin ən xeyirliniz borcunu ən gözəl şəkildə ödəyəninizdir. Bu hədisi İmam Buxari və Müslim rivayet etmişdir. Qulun qula olan borcunu qaytararkən gözəl şəkildə qaytarmağa təşviq etmişdir Allah Rəsulü sallallahu aleyhi və səlləm. Əgər belədirsə, bəs qul Allaha olan borcunu ödəməkdə bundan daha gözəl, daha incə şəkildə davranmalı deyilmi?